Birincisi, yəni bu ayın yarılma məsələsində deyə bilərik ki, Quranda heç bir yerdə ayın yarılmasından bəhs edilmir. Belə bir möcüzənin olmasından bəhs edilmir. Təxminən 1400 il əvvəl baş verdiyi rəvayət edilən ayın ikiyə bölünməsi inanılmaz və heyran edici bir hadisədir. Bəs həqiqətən də belə bir şey baş veribmi? Bunu təqdim edə biləcəyimiz elmi dəlillər varmı? Əgər ay həqiqətən də ikiyə bölünübsə, bunu niyə bütün dünya deyil, yalnız Məkkə və ətrafındakı insanlar görüb? Əgər bu bir yalandısa, inananlar niyə bu cür qəribə və asanlıqla təksib edilə bilən bir hekayə uydursunlar? Bütün bu sualların cavabını araşdırarkən, hadisə ilə bağlı bəzi yanlış təsəvvürlərə də aydınlıq gətirəcək və hər hansı elmi sübutun olub-olmadığını nəzərdən keçirəcək. Ancaq əvvəlcə gəlin hekayənin əvvəlinə girək. Hər şey sonuncu Peyğəmbər Həzrəti Muhammed salavatullah övründə İslamın yayılmağa və insanlara təbliğ edilməyə başlandığı vaxtlarda baş verdi. Təbii ki, İslama inananlar olduğu kimi ona qarşı çıxanlar da çox idi. Rəvayətlərə görə inanmayanlardan bəziləri Məkkənin çöllüş bir ərazisində toplaşaraq o Həzrətin qarşısına çıxdılar. Onlar Peyğəmbərdən əsla edə bilməyəcəyini düşündükləri bir şey istədilər. Beləliklə, onun Peyğəmbər olmadığını şahidlərin gözü önündə sübut edərək onu inkar edəcəkdilər. Onlar dedilər, əgər həqiqətən Peyğəmbər olduğunu deyirsənsə, o təpənin üzərindəki ayı iki yerə bölüm. Allah Rəsulü salavatullah onlara dedi, əgər bunu etsəm iman gətirəcəksiniz. Onlar isə istihza ilə, bəli iman gətirəcəyik deyə cavab verdilər. Ayın bədirlənmiş, yəni tam ay şəklində olduğu bir axşam vaxtı idi. Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm Allaha dua etdi və ay gözlənilmədən iki yerə ayrıldı və o dərhal yanındakılara dönərək şahid olun dedi. Qısa bir müddət sonra ay yenidən əvvəlki vəziyyətinə qayıtdı. Bu zaman müşriklər gözlərinə inana bilmədilər və öz aralarında danışaraq o bizi gözlərimizə sehr etdi, bizi ofsunladı dedilər. Onların arasından Əbu Cəhlü belə bir təklif irəli sürdü. Kənardan gələn səyyahlardan soruşun görək, onlar da bu hadisəni görüblərmi? O, bizi ovsunlamış ola bilər, amma kənardakı insanlar onun yanında deyildilər. Kənardan gələnlərdən soruşduqda, onlar da bu hadisəni gördüklərini təsdiqlədilər. Bu dəfə müşriklər, deməli onun sehri bütün səmaya yayılıb, göyə baxan hər kəsin gözü ovsunlanıb dedilər və göstərilən möcüzəyə baxmayaraq ona inanmadılar. Hər şey belə başladı. Bu hadisə Şəqqül Qəmər, yəni ayın yarılması, ikiyə bölünməsi adlandırıldı. Həmin o ayənin özündə qeyd edilən Qəmər surəsi ayın yarılması ilə bağlı deyil. Baxın, buradan onu da oxuyacağım indi. Ayın yarılması ilə bağlı deyil. Konkret olaraq İqtaraba səə deyə başlayan, yəni saat, qiyamət gününün yaxınlaşması ilə bağlı olan bir hadisə ilə əlaqədar olaraq nazil olub. Hadisələr hədislərdə bu şəkildə nəql edildiyi halda, Qurani Kərimdə baş verən hadisənin davamı Qəmər surəsində belə yazılmışdır. Qiyamət yaxınlaşdı və ay yarıldı. Onlar bir möcüzə görsələr, dərhal üz çevirər və bu çoxdan bəri bilinən bir səhirdir, deyərlər. Bu nöqtədə ayə ilə bağlı bəzi yanlış təfsirlərin olduğu müşahidə edilir. Bəziləri bu ayəyə əsaslanaraq qiyamət zamanı ayın ikiyə bölünəcəyini söyləyirlər. Bu tamamilə yanlış bir təfsirdir. Qiyamət zamanı ayın sadəcə ikiyə bölünməsi deyil, digər bütün səmavi cisimlər kimi tamamilə məhv olacağı gözlənilir. Bundan əlavə, ayədə ayın bölünəcəyi deyil, bölündüyü ifadə edilir. Davamında isə bəzi insanların buna inanmadığı və onu sehir adlandırdığı bildirilir ki, bu da birbaşa daha əvvəl təsvir olunan tarixi rəvayətlə əlaqəlidir. Və yaxud da bu günlərin NASA'nın özü baxıb onu görə bilərdilər ki, həqiqətən ay yarılıb və yaxud da yarılmayıb məsələsi. Yəni bunlar hamısı uydurmalardır. Gəlin görək bu hadisənin elmi sübutu varmı? Bu bölümdə diqqətimizi dini mətnlərdən elmi araşdırmalara yönəldəcəyik. İlk potensial dəlil 1679-cu ilə aiddir. Müasir astronomiya ilə məşğul olan İtalyan alimi Giovanni Domenico Cassani müşahidələrindən sonra çəkdiyi ay rəsmində qeyri-adi bir detal təsvir etmişdir. Onun 1679-cu ildə çəkdiyi bu rəsmdə ay səthində qeyri-adi şəkildə düz bir xətt üzrə hərəkət edən nizamlı bir cizgi, yəni xətt və ya çat görünür. Ay səthinə düşən çoxsaylı meteoritlər yağışı səbəbilə xəttin nə qədər uzandığını tam görmək mümkün deyil. Bu, uzun və düz xətt meteoritlərin düşməsinin nəticəsi ola bilməz.
Bəlkə də Cassani bəzi xətalar edib və ya yanlış görüb. Bu çatı təsdiq etmək üçün real bir fotoşəkil lazım idi. İllər sonra 1967-ci ildə NASA tərəfindən kosmosa göndərilən Orbiter 4 peyki tərəfindən çəkilən şəkil bunu göstərə bilərdi. 67-1805 seriya nömrəsini təyin edən peyqdən çəkilən şəkillə Cassaninin gördüyü arasında inanılmaz bir bənzərlik vardı. Təxminən 2 il sonra 1969-cu ildə Apollo 10 missiyası zamanı NASA tərəfindən peyk şəkili indicə gördüyümüz düz xəttin daha yaxından çəkilişinə təqdim etdi. Bununla belə, bu foto şəkillər ayın bölündüyünə qəti sübut kimi hesab edilə bilməz. Bunun üçün daha çox dəlilə ehtiyac var. Ayın dərinliklərinə enməyimiz lazımdır. Aradan keçən 50 il sonrası texnologiyanın inkişafı ayı daha dərindən təhqiq etməyə kömək edəcəkdir. 2009-cu ilin iyunundan bəri ayın orbitində fırlanan kosmik gəmi Lunar Reconnaissance Orbiter ay səthini dərindən araşdırmaq və gələcək ay səyahətlərinə kömək etmək məqsədi ilə daşıyırdı. 2 illik toplanan məlumatların nəticəsi təəccüblü idi. Ayın kiçildiyini Lobat çatların, Lobate Scarps izlərinə ətraflı baxaraq anlaya bilərik. Bu yara izləri ayın qabıq materiallarının bir-birinə sıxışdırılması nəticəsində yaranır və bu, ayın büzülməsinə və ya kiçilməsinə səbəb olan bir prosesin baş verdiyini göstərir. Bu yarıqlar geoloji baxımdan gəncdir. Milyard ildən daha az, bəlkə də bir neçə 100 milyon il və ya daha gənc ola bilərlər. Geoloji keçmişdəki bir zamanda ayın kiçildiyinə dair dəlillər tapıldı. Bu tapıntılar ayın bölünməsi zamanı ondan qopan parçaların izləri ola bilər. Yəni, bölünmə nəticəsində ayın hissə itirməsi və yenidən birləşərkən bir qədər kiçilməsi fikrini dəstəkləyir. Ay üzərində gördüyümüz bu 240 kilometrə çatan düz şəkildəki yarıqlar tektonik hərəkətlərlə əmələ gələn bir çat deyil. 2014-cü ildə aydakı dərin araşdırmalarını tamamlayan NASA vizual tapıntıları paylaşanda 2014-cü ilin yanvar buraxılışında Nature jurnalının üz qabığında Rifting in the Moon, aydakı yarılıma kimi təqdim edilmiş, məqalə isə Rifting on the Moon, ayda yarıqların əmələ gəlməsi başlığı ilə dərc olunmuşdur. İndi bu mövzuda geologiya professoru Həlil Murad Özlərin etdiyi araşdırmaların nəticəsi ilə tanış olacaqsınız. NASA'nın 2012-ci ildə başladığı The Grail Mission adlı əkiz peyiklər vasitəsilə bütün ay səthi dərindən iskan edildi. Geologiya professoru Həlil Murad Özlərin izah etdiyi kimi, geofizikada gravimetr adlanan ölçmələrlə sanki bir insanın tomografiya müayidəsindən keçməsi kimi ayın təxminən 50 kilometr dərinliyinə qədər bütün detallarıyla iskan edilmişdir. Bu araşdırmanın nəticələri 2014-cü ilin yanvar ayında Nature jurnalının üz qabığında Rifting in the Moon, aydakı yarılıma kimi təqdim edilmiş, məqalə isə Rifting on the Moon, ayda yarıqların əmələ gəlməsi başlığı ilə dərc olunmuşdur. Tədqiqatlar ayın bölünməsini açıq şəkildə ortaya qoyan yarıqlar tapmışdır. Dünyamızda 100-dən çox rift vadisi olduğu halda, ayda yalnız bir dənə belə bir quruluşun olması heyrətamiz bir inkişafdır və tam da Peyğəmbərimizin möcüzəsini təsdiqləyəcək tərzdə ayı əhatə edir. Əvvəlki müşahidələrdə tam görünməyən bu yaralamanın izləri bu geofiziki texnologiya ilə ayın daxilində aydın şəkildə müəyyən edilmişdir. Belə bir hadisə baş verəndə həmin yerdə hardakı qaranlıq var idisə, orada yaşayan bütün insanlar, yəni dünyanın hər bir yerində yaşayan insanlar, bölgələrdə yaşayan insanlar ayın yarılmasını görməli idilər. Çünki ay yarılanda təkcə Ərəbistanda, Məkkədəki 3-4 nəfər və yaxud da deyək ki, 50-60 nəfər görməli deyildi. Bütün o ayı görən insanlar bunun şahid olmalı idilər. Yəni, halbuki Quranda belə bir məsələ yoxdur və yaxud da deyək ki, başqa mənbələrdə, keçmiş tarixi mənbələrdə də Quranın həqiqətən ayın yarılmasına dair heç bir əlavə məlumat yoxdur. Bəs əgər ay həqiqətən də bölünmüşdüsə, dünyanın bir çox fərqli yerində buna dair yazıları və ya qeydləri niyə görə bilmirik? Əslində, bu çoxlu nümayət göstərdiyi və inanmağa rədd etdiyi situasiyalardan biridir. Bu bölmədə belə monumental bir hadisənin niyə bütün sivilizasiyalar tərəfindən qeydə alınmadığına dair skeptik suala cavab verən məntiqi izahlar təqdim olunur. 1. Ayın bölündüyü gün hadisənin baş verdiyi yer Məkkə və ətrafında gecə vaxtı idi. Məkkədə gecə olanda yerin bəzi hissələrində gündüz idi. Bu səbəbdən də təbii olaraq hər kəs ayın bölünməsini görməmişdir. 2. Bu hadisə çox qısa müddət ərzində baş verdiyi üçün yalnız həmin qısa anda göyə və aya baxan insanlar buna şahid olmuşdur. Əminəm ki, siz də gəzəndə yuxarı baxaraq gəzmirsiniz. 3. Bir çox bölgədə havanın buludlu olması səbəbilə göy yüzü görünmürdü və bu hadisə baş verən anda bunu görə bilməyənlər də olacaqdı. 4.
Bu hadisəni görənlərdən neçəsinin bunu qeyd etdiyi və ya şahid olduqları hadisəni başqalarına danışaraq onları inandıra bildiyi şübhəlidir. Əgər kimsə sizə gəlib, mən ayın bölündüyünü gördüm desəydi, neçə nəfər buna inanardı? Bütün bu şərtlər nəzərə alındıqda, bu hadisənin hər coğrafiyada qeydə alınmaması ağlabacan görünür. Lakin bunu görüb qeydə alan ölkələr də var. Məsələn, Indoneziyanın Malabar racası adlanan bölgəsində bu hadisənin qeydə alındığını göstərən sənədlərlə olduğu deyilir. Bununla əlavə, Hindistanda tapılan bir heykəlin üzərində ayın bölündüyü ildə hazırlanmışdır yazısı mövcuddur. Əgər bu sadəcə bir uydurma olsaydı, saysız möcüzələrlə dolu bir zəngin mifologiyanın yaranması gözlənilirdi. Lakin əsas mənsublar Quran və hədislərdə bu cür hadisələrdən çox az bəhs edir ki, bu da tərəfdarlarınca hekayənin həqiqi olduğuna dəlalət edir. Əlbəttə ki, məsələnin digər tərəfi də var. Belə bir hadisənin baş verdiyinin elan edilməsi və bunun Quranda öncədən bildirildiyinin bilinməsi bütün dünyanı şoka sala bilər. Bəlkə də İslama olan inan və etibar arta bilər. Təbii ki, bunun baş verməsini əsla istəməyənlər də olacaqdır. Əlavə olaraq, bu mövzuda sizə dini suallara cavab kitabından qısa açıqlamanı qeyd edirik. Sual. Deyirlər ki, İslam Peyğəmbərinin möcüzələrindən biri ayın parçalanması, Şəqqül Qəmər olmuşdur. Bu doğrudurmu? Cavab. Bu məsələni tam aydınlaşdırmaq üçün bəzi digər məsələlərə nəzər salmaq lazım gəlir. 1. Kifayət qədər böyük həcmə malik olan ay kimi bir səma cismi parçalanıb yenidən birləşə bilərmi? 2. Ayın parçalanma imkanı aydınlaşdırıldıqdan sonra bu hadisənin Həzrət Peyğəmbər dövründə bir möcüzə kimi baş verməsinə dəlil varmı? 3. Əgər belə bir möcüzənin baş verməsi sübuta yetərsə, bu proses necə baş vermişdir? 1. Şəqqül Qəmər, ayın parçalanması hadisəsinin mümkün bir iş olduğunu qəbul etmək üçün, Günəş daxilində baş verən partlayışları, parçalanmaları nəzərdən keçirmək kifayətdir. A. Asteroidlər Günəş sistemi ətrafında dövr edən böyük daş parçalarıdır. Bəzən onları planetə oxşar kiçik kürə də adlandırırlar. Onlardan bəzilərinin diametri 35 kilometrə çatır. Alimlərin fikrincə, bu səma cisimləri bir zaman Günəş sistemində hərəkət etmiş, sonradan parçalanmış planetin hissələridir. Bu planetin parçalanma səbəbləri hələ ki kəşf olunmamışdır. Hər halda bu hadisə səma cisimlərinin parçalana bilməsinə bir nümunədir. B. Günəş ətrafında xüsusi bir orbitdə böyük sürətlə dövr edən meteorlar mövcuddur. Bəzən onların orbiti yerin orbitinə yaxınlaşdığından yer tərəfindən cəzb olunurlar. Alimlərin fikrincə, bu böyük daş parçaları naməlum səbəbdən parçalanmış quyruqlu ulduzların hissələridir. Səma cisimlərinin parçalana bilməsinə bu da bir nümunədir. V. Laplace və bir çox başqa alimlərin fikrincə, Günəş sistemi Günəşdə baş vermiş böyük partlayış nəticəsində yaranmışdır. Bildirilir ki, Günəş sistemindəki planetlər və Günəş əvvəlcə vahid bir kütlə olmuşdur. Sonra hər bir planet tədricən Günəşdən ayrılmışdır. Amma bu partlayışın da səbəbi qaranlıq qalır. Parçalanmanın səbəblərinə münasibətlə alimlər arasında fikir ayrılığı olsa da, belə bir partlayışın baş verməsini bütün alimlər yekdilliklə qəbul edirlər. Yuxarıda deyilənlərdən belə bir nəticə əldə edirik ki, səma cisimlərində parçalanma baş verə bilər və elm bunu inkar etmir. Əlbəttə ki, belə bir hadisənin baş verməsi üçün parçalanan kütlədə böyük enerji yaranmalıdır. Bəzi səma partlayışlarının səbəbləri müəyyən olunsa da, bir çox partlayışların səbəbi hələ də qaranlıq qalır. Şübhəsiz ki, Şəqqül Qəmər hadisəsinin də səbəbi olmuşdur. Bu hadisə haqqında danışan əksər alimlər bildirirlər ki, bu işin səbəbi Həzrət Peyğəmbərin fövqəladə bir gücdən faydalanması olmuşdur. Kimsə iddia etmir ki, Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm öz vücudunun enerjisi ilə belə bir işi görmüşdür. Əgər belə bir iddia olmuş olsaydı, uyğun hadisəni şübhə altına almağa dəyərdi. Amma bir başqa sualı da cavablandırmaq lazım gəlir. Ayın yenidən birləşməsi mümkündürmü? Qeyd etməliyik ki, əgər parçalama amili şiddətli olmasa, parçalanan kütlənin hissələri ətrafa səpilməz. Parçalanmış ayın yenidən birləşməsi həmin parçalanmış hissələrin cazibəsinin təsirindən də baş verə bilər. Newtonun məşhur cazibə qanununa əsasən, cisimlər bir-birlərini cəzb edirlər. Onların arasındakı fasilə azaldıqca, aralarındakı cazibə qüvvəsi də çoxalır. Ona görə də, ayın parçalanmış hissələrinin arasında məsafənin az olması, onun tez bir vaxtda yenidən birləşməsini təmin edə bilər. Deyilənlərdən belə bir nəticə əldə edirik ki, Şəqqül Qəmər hadisəsində elmin qəbul etmədiyi heç bir nöqtə yoxdur. 2. Şəqqül Qəmər hadisəsinin baş verməsinin əsas dəlillərindən biri Qurani Kərimin Qəmər surəsinin ilk ayələridir. Qiyamət yaxınlaşdı, ay parçalandı. Əgər müşriklər bir möcüzə görsələr, üz döndərib deyərlər. Bu, uzun müddət davam edən bir sehirdir.
Onlar ayın parçalanmasını təqzib etdilər və nəfs istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır. Şiyə və sünni təfsirçiləri qəti şəkildə bildirirlər ki, yuxarıdakı ayələr Şəqqul Qəmər hadisəsinə işarədir. Təfsiri Bəyan, Məcməul Bəyan, Əbul-Fütuh Razi, Minhacus Sadiqin, Safi, Bürhan, Nurus Səqaleyn və Dürrül Mənsur, Fəxri Razi və digər sünni təfsirlərində Həzrət Peyğəmbərin möcüzə olaraq ayı parçalaması təsdiq edilir. Mərhum Təbərsi uyğun ayələr haqqında buyurur. Bütün təfsirçilər bu ayəni Həzrət Peyğəmbər dövründə Şəqqul Qəmər möcüzəsinə aid bilirlər. Sünni təfsirçisi Fəxri Razi uyğun ayələr haqqında deyir. Bütün təfsirçilər bu əqidədədirlər ki, ayələrdə Peyğəmbər dövründə ayın parçalanması hadisəsindən danışılır. Bundan əlavə, Şiyə və Sünni rəvayət kitablarında 40-dan çox rəvayətdə Şəqqul Qəmər hadisəsi haqqında danışılır. Bu rəvayətlərin əksəriyyətində bildirilir ki, yuxarıdakı ayələr Şəqqul Qəmər hadisəsi ilə bağlı nazil olmuşdur. Demək, yuxarıdakı ayələr belə bir möcüzənin baş verdiyini təsdiq etdiyindən şübhəyə yer qalmır. Zikr olunmuş ayə və rəvayətlərdən məlum olur ki, Həzrət Peyğəmbərin dövründə müşriklərin istəyi ilə belə bir möcüzə baş vermişdir. Yəni Allahın qüdrəti ilə ay parçalanmış və yenidən əvvəlki halına qayıtmışdır. Bu hadisənin necə baş verməsi bəzi kitablarda nəql olunsa da, bu barədə geniş araşdırmalara ehtiyac var. Amma hadisənin necə baş verməsi bir o qədər də zəruri olmadığından deyilənlərlə kifayətlənirik. İndi isə bu məsələ ilə bağlı bəzilərində şübhə yaradan məqama aydınlıq gətirək. Bəziləri iddia edirlər ki, əgər Şəqqul Qəmər hadisəsi həqiqət olsaydı, o dünya tarixində qeyd olunmalı idi. Hansı ki tarixi nəzərdən keçirərkən belə bir hadisə ilə rastlaşmırıq. Bu iradın cavabını yetərincə aydınlaşdırmaq üçün aşağıdakı məsələni nəzərdən keçirmək lazımdır. 1. Nəzərdən qaçırmamalıyıq ki, ay bütün yer üzündə görünmür. Onu yalnız yerin yarı hissəsində görmək mümkündür. 2. Yerin ay görünən yarım kürəsində də səmada baş verən hadisələri bütün insanlar izləyə bilmir. Çünki gecə keçəndən sonra əksəriyyət yuxuda olur. Belə ki, yer kürəsinin 4/1 hissəsində uyğun hadisə müşahidə oluna bilər. 3. Belə də ola bilər ki, hadisə baş verən zaman yarımkürənin bir çox hissəsində səma bulutlu olsun və ay buludların arxasında qalsın. 4. Səmadakı hadisələr yalnız o vaxt insanların diqqətini cəlb edir ki, ya şimşək kimi gürültülü olsun, ya da günəş tutulması kimi hadisə işığın azalması ilə müşayiət edilsin. Hətta belə vaxtlarda da hadisə uzun müddət davam etdikdə insanların diqqətini cəlb edir. Amma ayın heç bir gürültü, işığın azalması olmadan parçalanması, sonra isə birləşməsi az adamın diqqətini cəlb edə bilər. Özünüz düşünün, adi vaxtlarda, hətta aydın bir gecədə göydə bədirlənmiş aya nəzər salıb onun vəziyyətini izləyirikmi? Hadisə baş verən dövrdə tarixi hadisələr indiki kimi dəqiq izlənilmirdi. Qədim dövrlərdə təbii ki, informasiya bugünkü sürətlə ötürülmürdü. Qədim tarixdə qaranlıq nöqtələr çoxdur və keçmişdə baş verən hadisələrin heç də hamısı qeydə alınmamışdır. Məsələn, Zərdüşt böyük tarixi şəxsiyyət olmasına, dünyanın əhəmiyyətli bir hissəsində tanınmasına baxmayaraq, bugün onun anadan olduğu tarix və yer məlum deyil. O dövrün inkişaf etmiş ölkələrində mühüm tarixi hadisələrin qeydə alınmaması təəccüb doğurmamalıdır. Bu hadisənin də bir çox başqa hadisələr kimi tarixə düşməməsi normal sayılmalıdır. Eləcə də tarixçilər bütün hadisələri qeyd etmək fikrində olmamışlar. Bəşər tarixində baş vermiş dəhşətli zəlzələlərin, tufanların, quraqlıqların yaşayış məntəqələrini viran qoyması tarixdə qeyd olunmasa da inkar olunmaz bir gerçəklikdir. Əgər Təbərinin təfsirinə müraciət etsəniz, görərsiniz ki, təqribən 30 rəvayətdə Şəqqul Qəmər hadisəsi yad edilmişdir. Amma həmin bu təfsiri yazan Təbəri öz tarixi əsərlərində Şəqqul Qəmər hadisəsini qeyd etməmişdir. Bütün bunları nəzərə alaraq, uyğun hadisənin tarixə düşməməsi fikrindən daşınmalıyıq. Hər hansı hadisənin tarixdə qeydə alınmaması, onun baş verməməsi demək deyil. Bununla belə, bəzi alimlər bildirirlər ki, Şəqqul Qəmər hadisəsi bəzi tarixi mənbələrdə qeyd olunmuşdur. Məsələn, Tarixi Feriştə əsərinin 11-ci məqaləsində qeyd olunur ki, Hindistanın Milbar əhli Şəqqul Qəmər hadisəsini müşahidə etmişdir və yazılı olaraq qeydə almışdır. Mənbədə verilən məlumata görə, həmin şəhərin hakimi bu hadisə ilə bağlı araşdırma aparmış və əmin olmuşdur ki, uyğun hadisə son Peyğəmbərin möcüzəsidir. Həmin hakim İslam dinini qəbul etmişdir. Deyilənləri nəzərə alaraq, Şəqqul Qəmər hadisəsinin tarixə düşməməsi fikrindən daşınmalıyıq.